Salam Gənclərə Dəstək ailəsi. Bu demo kursumu paylaşmağı demişdim. Onu inşallah ki, mən gərək ekranı yazım, ekran yazısı elə paylaşım sizin. Və əlimdə olan digər bir kurs, hansı ki, mənə çox böyük köməkliyi olan bir kurs var. Və o Udemy-dən almamışam. O şəxs mənim kompüterimdədir artıq. Onu Allahın izni ilə sizinlə paylaşacağam. Sadəcə məsələ nədir? İstəyirəm ki, kanalı böyüdək, ətrafımızdakı ehtiyac olan insanları, daha çox ehtiyac olan insanları cəlb eləyək kanala. Bizim mömin bacılarımız, qardaşlarımız var ki, onlar məsəl üçün belə yollar axtarırlar ki, evdən məsələn işləyib pul qazana bilsinlər, rahat pul qazana bilsinlər. Onları cəlb eləyin. Allahın izni ilə ki, biz bu kursu paylaşanda bacardığımız qədər, kütlə nə qədər çox olsa, o qədər insana bizim bir yaxşılığımız deyəcəm, bir Allahın altında bir savab əməlimiz olsun. İnşallah ki, tezliklə Allah qoysa, mən indi görüm bir sayt tapa bilsəm, sayt yolu ilə yayacağam kursu ya da başqa yöntəmlər də araşdırıb tapacağam. İnşallah WhatsApp qrupumuz da açılacaq və günü-gündən çalışacağıq Allahın izni ilə böyüdəcək kanalımızı. Hamımız bir yerdə inşallah. Və bir şey də deyim dostlar, YouTube kanalı açanda ayarlarda bu 3 bənddən 3-ünü də aktiv eləyin. Çünki bu 3-cü bənd aktiv olmayanda deməli YouTube sizin bot olduğunuzu fikirləşir, robot olduğunuzu fikirləşir və kanalımıza yüklədiyiniz videoları daha az kütləyə önərir. Çünki onun əlində yetərli qədər data yoxdur ki, siz robotsuz yoxsa insan. Sonra kanalımızın profil şəkli, banner şəkli, bunları yükləyəndən sonra bir müddət keçdi, ağlıma filan şəkil gəldi, filan şəkli dəyişim, profil şəklini dəyişim, bunları qətiyyən eləmirsiniz. Çünki alqoritmi poza bilər, kanalımızda ləngimələrə səbəb ola bilər. Bacardığımız qədər çoxalaq ki, inşallah biz dəstəyimizlə çox insana dəstək ola bilək. Və yaxında Allahın izni ilə WhatsApp qrupu da açacağam. WhatsApp qrupunda daha geniş, daha ətraflı, çünki sırf abunələrə özəl olacaq o ki, abunələrimiz yararlansın oradan. Yəni ki, başqa kütlə də gəlir, məsələn, kanala abunə olmur, kanal üçün bir şey eləmir. Yəni bu Gənclərə Dəstək ailəsi ki, biz deyirik, o ailəyə daxil olmur və sadəcə öz yararına olan şeyləri götürür, gedir. Mən bunu da istəmirəm, belə olur. Mən istəyirəm ki, biz hamımız bir-birimizə dəstək olasınlar. Allah razı olsun hamımızdan. İnşallah şərhlərdə fikirlərinizi bildirin.